Allah Subhanahu taalanın razılığını hər kəsin razılığından üstün görmək. Bu hədis həm Peyğəmbərdən də nəql olunub, həm də Ayşənin öz sözü olaraq da nəql olunub. Ayşə anamız deyir ki, radiyallahu anhə, o kəs ki, insanların razılığı naminə Allahı qəzəbləndirməyə çalışsa, yəni tək insanlar məndən razı olsun, Allah Subhanahu taala qəzəbləndirəcək bir əməl etsə, bugün insanlar onu sevdiyi halda sabah insanlar başlayarlar ona nifrət etməyə. Və o kəs ki, insanların qəzəbi naminə hətta, yetər ki, Allah məndən razı olsun deyib o əməli etsə, bugün insanlar onu söydüyü halda sabah insanlar onu sevərlər. Çünki bütün qəlblər Rəhmanın iki barmağı arasında tək bir qəlb kimidir. İstədiyi qəlbi çevirər hidayətə və istədiyin də zəlalətə. Çünki sevdirən də Allahdır, nifrət etdirən də. Ucaldan da Allahdır, alçaldan da. İzzətli edən də Allahdır, zəll edən də. Öldürən də Allahdır, dirildən də. Ağladan da Allahdır, güldürən də. Və sən bunu bilə-bilə Allah Subhanahu taala razılığını qoya-qoya necə başqasının razılığına can atırsan? Ki, tək ki, filan kəs mən razı qalsın. Ona görə İmam Şafi deyir ki, hər kəsin razılığını qazanmağa çalışan şəxs ən axmaq insandır. Ən axmaq, insanların ən şərəflisi Muhammed sallallahu aleyhi və səlləmdən narazı olaraq köçənlər oldu dünyadan. Əşrəf-i məxluqat, ən şərəfli insan, ən əzəmətli əxlaq sahibi. Hətta ondan razı deyildilər. Sən istəyirsən, hamı səndən razı olsun. Şafi deyir, ən axmaq adamdır bu adam, bu fikirlə yaşayan. Ona görə Şafi deyir ki, sənin üzərində vacib olan insanları yox, Allahı razı salmaqdır. Və bir qudsi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Subhanahu taala belə dediyini bizə nəql edir. Əgər Allah məxluqları içərisindən birini sevərsə, əmr eləyər Cəbrailə ki, mən onu sevirəm, sən də sev. Və Cəbrail həmin insanı sevər. Və Allah Subhanahu taala Cəbrailə əmr edər ki, bütün göy əhlinə söylə ki, mən o qulu sevirəm, hamısı onu sevsin. Hədisdə deyilir ki, bütün səma əhli onu sevər və sonra Allah Subhanahu taala o qulun sevgisini yer üzərində olan insanların qəlblərinə yerləşdirər. Bütün qəlblər Allahın əlindədir. Ona görə sənə lazım olan Allah Subhanahu taala sevgisidir. Sən ona can at. Ona görə təvəkkül və Allahın sevgisinə, razılığına can atmaq ixlas üçün ən böyük göstəricisidir. İxlasın ən böyük, yəni əlamətidir. Və ona görə bunu qazanmaq üçün biraz çalışmaq lazımdır.